Yer kürəsində dekabrın ilk maqnit qasırğasının ayın 3-də baş verəcəyi proqnozlaşdırılır. Moderator.az-ın xəbərinə görə bu haqda Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş Yer Fizikası İnstitutundan məlumat verilib. Buna səbəb yerə təsir edən eyni anda bir neçə amilin birləşməsindən qaynaqlanır, hazırda Günəş diskinin mərkəzi hissəsində müşahidə edilən növbəti koronal dəlik və dekabrın 1-də baş vermiş X səviyyəli partlayışdan sonra plazmanın atılması deyə məlumatda bildirilib. Proqnozlara görə maqnit sahəsi dalğalanmaları orta G2 səviyyəsindən çox olmamalıdır, baxmayaraq ki, onlar kifayət qədər uzun müddət davam edə bilər, deyə alimlər bildiriblər. Qeyd edilir ki, geomaqnit vəziyyətinin tam sabitləşməsi ehtimal yalnız həftə sonu baş verəcək, çünki Günəşdəki koronal dəlik əhəmiyyətli dərəcədə genişdir.